Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən Arzum 999 ləqəbli tiktoker İlducə Hacıyevanın cinayət üzrə növbəti məhkəməsi davam etdirilib. Xəzər rayon məhkəməsinə keçirilən prosesdə tiktokerin vəkili Hikmət Əliyev hakimə etiraz edib. Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra qərarı elan edib. Belə ki, Hikmət Əliyevin etirazı qəbul edilməyib. Vəkil Hikmət Əliyev artıq bundan sonra vəsadətlər verib. O, əvvəlcə istintaq eksperimentinin keçirilməsi ilə bağlı vəsadət verib. Vəkil bildirib ki, avtomobillər arasında hündürlük baxımından fərqlilik var. Belə ki, qarşı tərəfin avtomobilindəki ağ rəng Arzumun avtomobilinin rəng ləkəsi deyil. Vəkil bununla bağlı video çəkilişi məhkəməyə təqdim edib. Videoya baxış keçirilib. Daha sonra vəkil Hikmət Əliyev əlavə şahidlərin olduğunu bildirib. Vəkilin sözlərinə görə hadisənin əsas şahidləri istintaq dövründə dindirilməyib və həmin şahidlərin məhkəməyə gətirilərək dindirilməsi ilə bağlı vəsadət verib. Məhkəmə bu vəsadəti də təmin etməyib və beləliklə məhkəmə istintaqı yekunlaşıb. Hakim çıxış üçün sözü dövlət ittihamçısına verib. Dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəməyə tiktoker Arzumun 3 il sürücülük hüququndan məhrum edilməsi və məhkəmə zalından həbs edilməklə 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışları üçün məhkəmədən vaxt istəyiblər. Məhkəmənin yekun icrası iyunun 25-nə təyin edilib. Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb. Xatırladaq ki, istintaq zamanı tiktoker Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Arzum ləqəbi tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2, yəni yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ölümlə nəticələndikdə və 264-cü, yəni yol nəqliyyat hadisəsi yerindən qaçma maddələrlə ittiham rəyi sürülüb. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.